108'e baxırıq birinci. Kök A çıxılsın kök B 5,6 yazıram buradan. Kök A çıxılsın kök altında B bərabərdir 5,6. A çıxılsın B bərabərdir 36,4. Bizdən kök A üstə kök B-ni soruşur. Kök A üstə kök B bərabərdir sual. İndi Ertuğrul, A çıxılsın B-ni bu köklərdən istifadə edib müxtəsər mod üstünə necə yaza bilərik? Kök A-nın kvadratı yazarıq A-nın yerinə. B-nin yerinə də kök B-nin kvadratı yazarıq. Oldu mu? Bu da bərabərdir 36,4. Yenə eyni şeydir. Da A çıxılsın B eləyir. Amma burada nə aldıq biz? Müxtəsər mod üstünü. Nə eləyir? Aha, kök A çıxılsın kök B. Bir dəfə də kök A üstə gəlir kök B. Bərabərdir 36,4. Bu var əlimizdə. 5,6'dır bu. Vurulsun. Bizdən soruşulan ifadə elə kök A üstə gəlir kök B-dir. Bərabərdir 36,4. İndi 36,4'ü bölürük 5,6. Neçə eləyir? 6,5. 6,5. Başa düşdük.